Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfər Azərbaycanın qida təhlükəsizliyi modelinin Özbəkistanda tətbiqi məqsədi ilə həyata keçirilir. Özbəkistanın Karantin və Bitki Mühafizəsi Agentliyinin Hüquqi Təminat Şöbəsinin müdiri bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nümayəndələrinin Özbəkistanda olması və öz təcrübələrini bölüşməsi qarşıya qoyulan bir sıra vəzifələrin yeni idarəetmə modeli əsasında beynəlxalq təcrübəyə uyğun icra edilməsinə imkan yaradacaq. Были изучены опыты ряда стран. Bir sıra ölkələrin təcrübəsi öyrənilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı vahid sistemin formalaşdırılması üzrə modeli, eləcə də Niderland və Azərbaycan Respublikasının təcrübəsi araşdırılıb. Bu sahədə Azərbaycanın qida təhlükəsizliyinin təmin edilməsi üzrə inkişaf etmiş sistem mövcuddur. Bütün laboratoriyaların vahid orqanla birləşdirilməsi və ixrac-idxal əməliyyatlarının tənzimlənməsi üzrə vahid bazanın yaradılması həyata keçirilib. Azərbaycanın təcrübəsi bizim üçün daha məqbul və daha yaxın hesab olunur. Birincisi, iqtisadi istiqamətlərimiz oxşardır. İkincisi isə onların digər ölkələrlə müqayisədə daha qabaqcıl təcrübəsi mövcuddur. Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid tənzimləmə sistemi fəaliyyət göstərir. Həmçinin Azərbaycanın təcrübəsi bizi ona görə maraqlandırdı ki, orada mövcud olan qida təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid orqan baytarlıq, fitosanitar xidmətləri, eləcə də qida təhlükəsizliyi sahəsini özündə birləşdirir. Bizdə isə bu səlahiyyətlər müxtəlif dövlət orqanları və səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir. Nəticədə biznes sektoru qeydiyyat, müxtəlif səlahiyyətli orqanlardan icazələrin alınması kimi problemlərlə üzləşir və bəzi hallarda bu proseslər bir-birini təkrarlaya bilir. Azərbaycana nəzarət 3 əsas istiqaməti əhatə edir və bu da qida biznes sektoru üçün inkişaf və ixrac bazarlarına çıxış baxımından da olduqca əlverişli şərait yaradır. Очень благоприятные условия для дальнейшего развития и выхода на экспортные рынки. Səfər çərçivəsində nümayəndə heyəti görüşlər zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təcrübəsini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparıblar. Keçirilmiş görüşlərdə Azərbaycan tərəfi vahid idarəetmə sisteminin qida təhlükəsizliyi, baytarlıq, fitosanitar nəzarətdəki inteqrasiyanın, eyni zamanda bütün idxal və ixrac prosedurları, sərhəd keçid məntəqələrində işin təşkili, risk əsaslı qiymətləndirmə modeli haqqında qarşı tərəfə ətraflı məlumatlar vermişdi. Eyni zamanda tərəfimizdən təşkilati strukturun yaradılması məqsədi ilə mərkəzi aparat və regional bölmələr arasındakı fəaliyyətin təkmilləşdirilməsi, laboratoriya sisteminin inteqrasiyası optimallaşdırılması, təkmilləşdirilməsi, sahibkarlarla daha sıx əlaqələrin qurulması, digər dövlət qurumları ilə işgüzar əlaqələrin intensivləşdirilməsi istiqamətində də koordinasiyalı fəaliyyətə dair tövsiyələr verilmişdir. Səfər çərçivəsində agentliyin mütəxəssisləri tərəfindən avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi barədə Özbəkistan tərəfinə geniş təqdimat edilib. Qeyd edək ki, Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Aktanın təcrübəsindən geniş istifadə olunması nəzərdə tutulur.